Qeydə alınmış prezidentliyə namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtı. Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilər. İctimai Radionun canlı efirində qeydə alınmış prezidentliyə namizədlərə təşviqat üçün ödənişsiz əsaslarla ayrılmış dəyirmi masada müzakirələrə başlayırıq. Studiyada Hafiz İdrisoğludur. Növbəti dəyirmi masada iştirakçılara söz verməzdən öncə bir daha seçki məzəlləsinin 88-ci maddəsini xatırlatmaq istərdim. Kütləvi informasiya vasitələrində yayılan çıxışlarda və təşviqat materiallarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasından sui-istifadə, hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə əqli mülkiyyət haqqında qanunvericiliyin pozulmasından səbəb olan təşviqat qadağandır. Bu, Azərbaycan Respublikasının cinayət, inzibati və mülki qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır. Onda xatırladım ki, bir saatlıq dəyirmi masaya qatılan iştirakçıların hər birinə çıxış üçün 6 dəqiqə vaxt verilir və bu, böyük monitorlarda göstərilir. Beləliklə, püşkə əsasən çıxış üçün ilk söz qeydə alınmış prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi Elşad Mirbəşiroğlu'na verilir. Buyurun Elşad bəy. Axşamınız xeyir, hörmətli dinləyicilər. Prezidentliyə namizəd Zahid Orucun salamlarını sizlərə yetiririk. Bizim platformamızda bir çox məsələlər yer almışdır. Bunlardan biri də xarici siyasət məsələsidir. Əziz seçicilər, xarici siyasətlə daxili siyasət vəhdət təşkil edir. Dövlətin xarici siyasəti birmənalı olaraq onun daxili siyasəti üzərində qurulur. Müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında xaosun hökm sürdüyü, ayrı-ayrı qrupların hakimiyyət uğrunda silahlı mübarizə apardığı bir dövrdə təbii ki, xarici siyasətdən danışmaq mümkün deyildi. Xarici siyasətin konturlarının müəyyənləşdirilməsi üçün ilk növbədə milli maraqlar dərk edilməlidir. Həmin dövrdə isə şəxsi maraqların müəyyənləşdirilməsinə daha çox güc verilirdi. Bu baxımdan Azərbaycanda xarici siyasətin formalaşdırılması üçün ilkin şərtlər yalnız Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra mümkün olmuşdur. Davam edəcəm. Sırada qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzovdur. Buyurun Siyavuş bəy. Axşamınız xeyir olsun əziz dinləyicilər, hörmətli seçicilər. Mən sizin hər birinizi salamlayıram. Seçki kampaniyasının təbliğat təşkilat kampaniyası uğurla davam olunur. Demək olar ki, bir neçə gün qalıb təşviqat kampaniyasının başa çatmasına. Yeni Azərbaycan Partiyası çox saylı görüşlər keçiribdir və bu görüşlərdə iştirak edib bizim namizədə dəstək verdiyinə görə bütün seçicilərə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sırada qeydə alınmış prezidentliyə namizəd İqbal Ağazadənin vəkili Anar Qasımlı. Buyurun. Hər vaxtınız xeyir, hörmətli dinləyicilər, əziz seçicilər. Mən bugün sizə prezidentliyə namizəd İqbal Ağazadənin bizə ayrılmış qısa zaman kəsiyi ərzində İqbal Ağazadənin platformasından məhkəmə hüquq islahatları ilə bağlı bəzi məqamları çatdırmağa çalışacağam. Bugün ölkədə məhkəmə sisteminin vəziyyəti hər birimizə gün kimi aydındır. Özümüz, yaxınlarımız, qohumlarımız, hansısa bir qonşularımız istər-istəməz heç olmasa bir dəfə də olsa məhkəmələrdən yollarını salıblar. Və bu məhkəmələrdə hansı problemlərin olması, məhkəmə sisteminin bütövlükdə korrupsiya və rüşvətxorluğa bulanması bizim hər birimizə bəllidir. Məhkəmə sistemindəki süründürməçilik, bürokratiya bizim hər birimizin gündəlik rastlaşdığımız problemlərdəndir. Lakin mən sizə bəlli olan problemlərdən daha çox bu problemlərin arxasında dayanan problemlərdən danışmaq istəyirəm. Bugün ölkədə hakimlərin müstəqilliyi yalnız qanun üzərindədir. Bəli, qanunlarımız yazır ki, hakimlər müstəqildirlər və yalnız qanuna tabedirlər. Çox təəssüf ki, bu yalnız qanun üzərində, qanunda, kağız üzərində belədir. Praktikada necədir? Praktikada isə hakimlər nəinki qanuna, qanundan da yüksəkdə durduğunu iddia edən bir sıra qüvvələrə tabi olmaq məcburiyyətində qalırlar. Bugün Azərbaycan məhkəmə sistemində işlərin məruzəsi deyilən bir absurd bir praktika var, belə bir təcrübə var. Bu təcrübənin mahiyyəti ondan ibarətdir ki, hakim qanuna görə müstəqil olmalı olan və müstəqil qərar qəbul etməli olan hakim öz qərarını mütləq məhkəmənin sədrinə məruzə etməlidir
və məhkəmənin sədri əgər bu qərarı dəstəkləyəcəksə, məhkəmənin sədri bu qərarla razılaşacaqsa, o zaman o həmin qərarı qəbul edə bilər. Əks halda məhkəmənin sədrinin iradəsi hakimin rəhbər tutmağı olduğu qanundan yüksək olacaq və hakim istəmədən belə həmin qərarı, yəni sədrin qərarını qəbul etmək məcburiyyətində qalacaq. Və İqbal Ağazadənin platformasında məhkəmə hüquq islahatları ilə bağlı əsas prioritetlərdən biri də məhz məhkəmə sədrləri vəzifəsinin ləğv olunmasından ibarətdir. Yəni, bugün qanunun tələbinə görə məhkəmə sədri digər hakimlərdən onunla fərqlənir ki, məhkəmənin müəyyən inzibati işlərini həyata keçirir. İqbal Ağazadənin prezident seçiləcəyi təqdirdə bu işlərin həyata keçirilməsi məhkəmə məmurlarına, hakim statusuna malik olmayan texniki işçilərə, məsələn, bugünkü günümüzdə dəftərxana müdürlərinə və s. Həvalə olunacaq. Hesab edirik ki, bunlar məhkəmələrin müstəqilliyinin, hakimlərin müstəqilliyinin müəyyən qədər müstəqil qərarlar qəbul etməsi üçün müəyyən qədər şərait yaradacaq. Bundan başqa, bugün Azərbaycanda 3 pilləli məhkəmə sistemi hökm sürür və bu sistem özlüyündə adi bir məişət mübahisəsinin bir ildən artıq davam etməsinə gətirib çıxarır. İqbal Ağazadənin seçki platformasına əsasən Azərbaycanda 2 pilləli məhkəmə sisteminə keçiriləcək və bu kontekstdə Ali Məhkəmə ümumiyyətlə bütövlükdə ləğv olunaraq onun müəyyən səlahiyyətləri Konstitusiya Məhkəməsinə həvalə olunacaqdır. Eyni zamanda hakimlərin müstəqilliyinin təmin olunması üçün hakimlərin uzun müəyyən müddətə deyil, ömürlük vəzifəyə təyin olunması və onların maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində də işlər aparılacaqdır. Bugün çox təəssüf ki, Azərbaycan məhkəmə sistemində çox ciddi bəlalardan biri ondan ibarətdir ki, məhkəmələr bu və ya digər işlər üzrə bəraət verməli olduqları halda həmin, məsələn, konkret bir cinayət işi üzrə istintaqa aparmış orqanın nüfuzuna uyğun olaraq hərəkət etməli olurlar. Məsələn, bunu hansısa bir rayonun polis idarəsi istintaqa aparıbsa, bu işlərdə məhkəmələr bəraət verə bilirlər. Yox, amma bunu, məsələn, Milli Təhlükəsizlik Nazirliyinin, Korrupsiya qarşı mübarizə idarəsinin istintaq şöbələri cinayət işinin istintaqını aparıbsa, məhkəmələr bunu edə bilmirlər. Həmin idarələrin apardığı istintaq işləri üzrə, cinayət işləri üzrə bəraət verə bilmirlər. Və bu da təbii ki, hakimlərin müstəqil olmamasından irəli gəlir. İqbal Ağazadənin prezident seçiləcəyi təqdirdə bu kimi negativ halların da qarşısı alınacaq. Əlbəttə, eyni zamanda bugün çox absurd bir situasiya yaranıb. Siz hər biriniz şahidisiniz ki, Avropa Məhkəməsi tərəfindən qərarları ləğv olunmuş hakimlər cəzalandırılmaq əvəzinə mükafatlandırılırlar. Onlar daha yuxarı vəzifələrə çəkilirlər. Bunun qarşısı mütləq alınacaq və Avropa Məhkəməsi tərəfindən ləğv olunan qərarda hansısa o qərarı qəbul etmiş hakimlərin hakimlik səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi məsələsi gündəmə gələcək və bu hakimlər vaxtından əvvəl öz vəzifələrini itirməli olacaqlar. Hörmətli seçicilər, İqbal Ağazadə bu seçkilərə dəyişək şüarı ilə gedir və bu dəyişək şüarında yuxarıda qeyd elədiyim kimi məhkəmə hüquq sistemində də çox ciddi dəyişiklərə nail olmaq əzmindədir. Məhkəmə hüquq sistemində ciddi islahatlar aparmaq əzmindədir. Ona görə də siz, məsələn, dəyişikliyi dəfələrlə şahidi olduğumuz kimi korrupsiyaya yol verən hallara görə bu rayondan başqa rayonun hakim vəzifəsinə təyin olunmaq həddində deyil, həmin hakimi işdən azad etmək səlahiyyətində olacaq. Prezidentliyə namizəd İqbal Ağazadəyə ayrılan vaxt başa çatdı. Sırada isə qeydə alınmış prezidentliyə namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimovdur. Buyurun, Mütəllim bəy. Təşəkkür edirəm. Axşamınız xeyir, hörmətli seçicilər. Mən sizi buradan prezidentliyə namizəd İlyas İsmayılovun adından bir daha salamlayıram. İlyas müəllimin indiyə qədər platforması həm tamaşaçılara, həm dinləyicilərə açıqlanarkən bütövlükdə dünyaya baxışlarımız, Azərbaycanın bu mürəkkəb dünyada yeri və gələcək perspektivdə İlyas İsmayılovun prezidentliyi altında inkişaf dinamikası haqqında sizə çox ciddi məlumatlar verilib. Təbii ki,
hər bir prezidentliyə namizəd özünün platforması haqqında burada seçiciləri ələ almaq üçün çıxışlar qurur. Amma bəzən bu çıxışlar həqiqətən yaxşı qurulmuş bir nağıla bənzəyir. Məsələ bundadır ki, dövlətin idarə olunması, cəmiyyətə münasibət, dövlət strukturlarının idarə edilməsi məsələsi olduqca mürəkkəb bir fenomendir. Bu işi təkcə bəlağətli çıxışlarla, gözəl deyilmiş sözlərlə ifadə etmək hələ məsələnin mahiyyətinə varmaq və problemi həll etmək demək deyil. Burada təbii ki, insanın çox ciddi təcrübəsi də nəzərə alınmalıdır. Yadınıza gəlirsə, vaxtı ilə Sovetlər dönəmində, eləcə də müasir demokratik ölkələrdə o insanlar vəzifəyə gəlir ki, onlar bu yüksək vəzifələrə pillə-pillə qalxırlar. Müəyyən bir etaplar keçirlər və burada çox böyük təcrübələr qazanırlar. Dövlətin və xalqın taleyi o insanlara tapşırılır ki, bunlar təsadüfi insanlar olmurlar. Bunlar bu həyat məktəbində kifayət qədər bişirlər və bərkiyirlər. Mən güman edirəm ki, prezidentliyə namizədlər arasında bu mürəkkəb yolu İlyas İsmailov keçib. Təbii ki, biz bir insanın gələcəyinə, dediyi sözlərin reallığa çevrilməsinə qiymət verərkən onun mütləq dünəninə, keçmişinə nəzər salmalıyıq. Əgər dünən heç bir iş görə bilməyibsə və dünən dediyini yenə bugün təkrar edirsə və insanları hansısa problemlərin əlindən alaraq, problemlərini güya həll edəcəyini bildirərək onları nəyə şirinlikləndirirsə, biz bu insanlara aldanmamalıyıq. Bizim seçiciləri kütlə psixologiyası üsulları ilə ələ almaq, onları səhv istiqamətlərə yönləndirmək olmaz. Təbii ki, bunun üçün əsaslandırılmış proqramlar ortaya qoymaq lazımdır. Mən güman edirəm ki, İlyas İsmailovun kifayət qədər haqqı var ki, dediyi hər bir ifadənin gələcəkdə reallığa çevriləcəyini bəyan eləsin. Çünki buna onun keçmişdə, yaxın keçmişdə, mühüm dövlət postlarında, ən mürəkkəb situasiyalarda tutduğu vəzifələr əsas verir. Davam edəcəm. Sırada qeydə alınmış prezidentliyə namizəd Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Fazil Yusubovdur. Buyurun. Təşəkkür edirəm. Axşamınız xeyir, əziz seçicilər. Aqrar sektorda daxili istehsalın aşağı düşməsi, inhisarçıların bazarı idxal məhsulları ilə doldurması və qiymətlərin süni şəkildə qaldırması ciddi problemlərə yol atıb. Bazara gedəndə, mətbuatdan oxuyanda və digər mənbələrdə əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, bu il ötən ilə nisbətən meyvə tərəvəzin qiyməti yüksəkdir. Bu da ondan xəbər verir ki, daxili istehsal zəifləyib. Bunun da bir sıra səbəbləri var. Hökumətin daha çox taxıl istehsalına fikir verdiyindən hazırda taxıl altında olan əkin sahəsinin həcmi artıb. Yəni 2012-2013-cü il üçün 30 min hektar əlavə sahəyə taxıl səpilib. Bu da ondan xəbər verir ki, bəzi əkinçilik sahələri, xüsusən tərəvəzçilik demək olar minimuma yenib. Tərəvəzçiliyi özü ağır prosesdir. Bu sahəni irəliyə aparmaq üçün ölkəyə yeni texnika gətirilməlidir ki, əl əməyi yüngülləşdirilsin. Daha çox əl əməyindən istifadə olunduğu üçün məhsul çətin başa gəlir. Fermer də məhsul istehsal edib, sataraq gəlir götürməyəndə növbəti il o sahəyə meyl göstərmir. Deyək ki, taxıl istehsalına üst tutur. Taxıl sayəsində ona görə üst tutur ki, oradan gəlir əldə etsin. Ona görə də o sahəyə üst tutanlar hökumət hektar başına subsidiya verir. Yəni, hökumət bilərəkdən ya bilməyərəkdən digər sahələri, xüsusən də meyvə tərəvəzçilik istehsalını zəiflədir. Hazırda daxili istehsal azaldığı üçün idxalın həcmi artır. Bu da həm daxildə kənd təsərrüfatının iflic olmasına, həm də qiymət artımına gətirib çıxarır. Problem burasıdadır ki, kənd təsərrüfatı məhsulları, xüsusən də meyvə tərəvəz Türkiyədən, İrandan daha ucuz alınıb gətirilir. Amma idxalla məşğul olan sahibkarlar görürlər ki, ölkədə kənd təsərrüfatı məhsulları lazımi səviyyədə istehsal olunmur, ona görə də qiymətləri yüksək saxlaya bilirlər. Çünki Azərbaycanın daxili istehsalının səviyyəsi imkan vermir ki, idxal məhsulların qiyməti aşağı düşsün. Digər tərəfdən bir paradoks da var ki, Azərbaycanda alıcılıq qabiliyyəti zəifdir. Alıcılıq qabiliyyəti zəif olanda isə əslində təklif azalmalıdır. Bizdə
alıcılıq qabiliyyətinin az olması, ticarətlə məşğul olanların sayının çoxalması, onların ticarətdən yalnız gəlir əldə etmək məqsədi gütdüyünü halda belə bir acınacaqlı vəziyyət yaranır. Əziz seçicilər, bütün bu problemləri aradan qaldırmaq, daxili istehsalı artırmaq və qiymətləri stabilləşdirmək üçün çox böyük imkanlar var. Amma hökumət bu imkanlardan yaxşı istifadə etmir ya da istifadə etməyi bacarmır. Hər şeydən öncə hökumət normal aqrar siyasət aparmalıdır. Bu siyasətdə yalnız taxılçılıq deyil, meyvə tərəvəzin, texniki bitkilərin də yetişdirilməsi nəzərə alınmalıdır ki, ölkədə balans qorunub saxlansın. 1,6 milyon hektar əkin sayısı var. Onun da 1 milyon hektarı taxılın altındadır. Belə olduqda növbəti əkin sistemi pozulur, əhalinin digər kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək mümkün olmur. Bu səbəbdən də balans mütləq qorunub saxlanmalıdır. Əhalinin təmin etmək üçün buğdaya, meyvəyə, tərəvəzə olan ehtiyacı müəyyənləşdirmək lazımdır. Bütün bu ehtiyacları təmin etmək üçün model qurulmalıdır. Yerlərlə də fermerlər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər aparılan siyasətə uyğun hərəkət edəcəklər. Bax, hökumətin işi bundan ibarət olmalıdır. Hökumət elə mexanizm qurmalıdır ki, heç bir kəndli, heç bir fermer təşkilatı işlərini ona uyğun planlaşdırsın, məhsul istehsal edib bazara çıxarsın. Kənd Təsərrüfatı Nazirliyi ölkə başçısı qarşısında taxılçılığın inkişafı ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əksinə, onların taxılçılığı inkişaf etdirməklə bağlı yürütdükləri siyasət taxılçılığı geri salır. Məhsuldarlıq azalıb, xəstəliklər, zərərvericilər geniş yayılıb. Ərzaq buğdasına olan ehtiyacımızı ixalın hesabına ödəyirik. Taxılçılığı inkişaf etdirmək üçün vaxtında mineral gübrə gətirilməlidir, üzvü gübrlər verilməlidir. Torpaq da artıq keyfiyyətini itirir və onda qüvvə qalmayıb ki, bitkini normal qidalandıra bilsin. Bizim qənaətimizlə Azərbaycan taxıl istehsalındakı problemləri xarici taxıl istehsalının qiyməti qaldırması, Azərbaycanda bağlaşmanı zəruri edir. Azərbaycanda istehsal olunan çörəyin ununu xaricdən gətirənlər və ithal olunan ölkədə baş verən qiymət artımı avtomatik olaraq bizə də təsir edir. Son vaxtlar həm Amerikada, həm Rusiyada, həm də Ukraynada ilgin şəraiti ilə əlaqədar olaraq baş verən problemlər üzündən taxıl istehsalı azalıb. Dünya bazarında da taxılın qiyməti qalxıb. Bu da təbii ki, ölkə daxilində çörəyin, unun qiymətini artırır. Son vaxtlar çörək istehsalçıları da qiymət artımını bununla əsaslandırırlar. Azərbaycan ithal buğdasına olan tələbini Rusiya və Qazaxstanın hesabına ödəyir. Rusiya və Qazaxstan qiymətlər qalxanda Azərbaycan istər-istəməz bu artımın əziyyətini çəkir. Azərbaycan buğda və un ithal etdiyi şirkətlər bizim sahibkarları xəbərdarlıq edir ki, artıq qiymətlər qalxıb. Ona görə də bizim sahibkarlar bəri başdan qiymət artımına gedirlər. Saxlayırlar. Prezidentliyə namizəd Hafiz Hacıyeva ayrılan efir vaxtı başa çatır. Sırada isə qeydə alınmış prezidentliyə namizəd Fərəz Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərovdur. Buyurun Həbib bəy. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideoloji məsələlər üzrə sədr müavini Həbib Ələkbərsoy. Dəyərli masa iştirakçıları, əziz xalqım, böyük millətim. Prezidentliyə namizəd Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat millət vəkili Fərəz Quliyev adına namınızı salamlayır, axşamınız xeyir olsun deyirəm. Hörmətli seçicilər, əvvəl onu qeyd edim ki, Fərəz Quliyev çağdaş millətçi ideologiyanın hakimiyyətə daşımaq iddiasında olan bir namizəddir. O millətçilik ki, milli gücün ortaya qoyulmasında vacib amildir. O millətçilik ki, millətin və dövlətin inkişafında ən əsas şərtdir. Mən ötən çıxışlarımın birində dünyada inkişaf etmiş ölkələrin hamısının inkişaf yolunu məhz millətçilikdən və milli gücün ortaya qoyulmasından keçməsi barədə kifayət qədər faktlar sadaladım. Bugün isə sizə hamımızın gözü önündə baş verən hadisələrdən birini misal göstərmək istəyirəm. 10 il əvvəl yoxsulluq, səfalət, korrupsiya və özbaşınalıq içində məhv olan qonşu Gürcüstanda millətçilərin, yəni Mixail Saakashvilinin rəhbərliyi altında millətçi hərəkatın hakimiyyətə gəlməsi, o millət və dövlət üçün nə qədər işlər görüldüyünü hamımız şahidi oldunuz. Bugün Gürcüstandakı həmin dönəmdən misallar gətirənlər anlamalıdır ki, biz indi ondan qat-qat artığına nail olmalıyıq.
yaratmağın bir addımlandayıq. Bir millətçi ideologiyanın daşıyıcısı olan Fərəc Quliyevə səs verməklə biz yeni bir milli sistemin formalaşmasına başlamış olarıq. Bizə görə millətçilik başqa xalqlara hörmət edib öz xalqını sevmək olduğu üçün bizim hakimiyyətdə heç bir təbəqədən olan insanımızın əziyyət çəkməsinə imkan verməyəcək. Biz sahibkarları artıq xərclərdən azad edərək onlara sayğımızı göstərəcəyik. Eyni zamanda onlardan qarşılıqlı şəkildə əhaliyə yüksək xidmət tələb edib insanımıza dəyər verməsinə zəmin yaradacağıq. Bizim hakimiyyət milli burjuaziyanın formalaşmasında maraqlı olacaq. Çox istərdim ki, milli burjuaziya ilə bağlı Fərəc Quliyevin proqram barədə ətraflı məlumat verim, amma zaman buna imkan vermir. Ona görə də tək bir məqamı qeyd edim ki, bizim hakimiyyətdə dövlət idarə sahibkarlıq vəhdətdə olacaq. Bizim milli sahibkarlığa dəstək olmaq proqramımız var, lakin bununla bərabər sahibkarlardan millətə dəyər verməsini tələb eləyəcəyik. Mən ayrı-ayrılıqda hər bir məsələnin üstündə dayanıb vaxt itirmək istəmirəm. Ümumi şəkildə deyə bilərəm ki, bizim, yəni millətçilərin hakimiyyətində ölkədə keyfiyyətsiz məhsul istehsalı ciddi bir cinayət hesab olunacaq. Çünki keyfiyyətsiz məhsul istehsalının arxasında düşmən qüvvələrin bizim genofonumuza təsir etmək marağı durur. Bizim millətçi hakimiyyət öz milli iradəsi ilə bunun kökünü ölkəmizdən kəsəcək və milləti bu bəladan qurtaracaq. Başqa bir misal deyim. Bugün kütləvi nəqliyyat sistemindəki böhrən və xaos hər kəsin gözü önündədir. Xüsusən pik saatlarda kütləvi nəqliyyatda olduqca acınacaqlı durum yaranır. Biz sahibkarlara şərait yaradıb əhaliyə yüksək xidmət göstərilməsini tələb eləyəcəyik. Bundan əlavə sözgedən problemlə əlaqədar Fərəc Quliyev yerli özünü idarə etmənin səlahiyyətlərinin artırılması ilə bağlı konsepsiyasında qeyd etmişdir ki, nəqliyyat probleminin aradan qaldırılması üçün bələdiyyə avtobusları yaradılacaq. Bu avtobuslar bölgələrdə davamlı fəaliyyət göstərsələr də iri şəhərlər üçün əsasən pik saatlarda dövrəyə çıxacaqlar. Əziz seçicilər, biz burada ictimaiyyətdə ən çox müzakirə olan məqamlarla bağlı proqramımızı qısa olaraq ifadə etməyə çalışırıq. Lakin bizim platformamızda bütün strategiyamız geniş şəkildə göstərilib, onu oxumağa dəvət edirik sizə. Başqa bir misal deyim. Son günlər Bakıda deməli ümumiyyətlə Azərbaycanda bankların fəaliyyəti ilə bağlı çox tənqidlər səslənir. Lakin nöqsanların aradan qaldırılması üçün proqram təqdim olunmur. Fərəc Quliyevin platformasına görə isə millətçilərin hakimiyyətində ölkədə İslam bankçılığına geniş yer veriləcək və bu dövlət siyasətinə çevriləcək. İslam bankçılığı çox geniş funksiyalı bir sistem olduğuna görə qısa zamanda onun mahiyyətini sizə izah etmək imkanımız yoxdur. Lakin məlumunuz olsun ki, bizim hakimiyyətdə artıq siz bankçılar tərəfindən talanmayacaqsınız. İslam bankçılığında bank vətəndaşa pulu verib yüksək faizli bir yerdə qısa zamanda geri tələb etmir. Bank əvvəlcə sizin biznes planınızı mükəmməlləşdirir, sonra isə həmin planın icrasına ondan gələn gəlirlərə görə öz vəsaitini və nəzərdə tutulmuş əlavə hissəni götürür. Prezidentliyə namizəd Fərəc Quliyev sizlərə bax bu sadaladıqlarımızı təklif edir və bundan artıqlarını özünüz müəyyən edin. Millətin hakimiyyətini istəyirsinizsə millətçiliyi hakimiyyətə gətirin. Fərəc Quliyevə səs verin, bu səs millətin gələcəyinə verilmiş səs olacaq. Sonda Fərəc Quliyevin bu seçkilərlə bağlı bir ifadəsini diqqətinizə çatdırmaq istəyirəm. Fərəc Quliyev deyir ki, bu seçkilərlə bağlı ətrafınızda baxsanız görərsiniz ki, biz digərlərindən çoxuq. Biz deyəndə o millətçi ideologiyanın daşıyıcılarını, digərləri deyəndə isə kosmopolitləri, imperiya qulları, liberallar və digər ideoloji daşıyıcılarını, düşüncə sahiblərini nəzərdə tutur. Ölkədə hamıdan çox olan biz millətçilər hansı partiyada, hansı təşkilatda bu və ya digər şəkildə təmsil olunmağımızdan asılı olmayaraq millətçilik ideologiyasının qələbəsinə səs verək. Bu ideologiyanın daşıyıcısı olan bu zehniyyətə iş başına gətirmək, hakimiyyətə gətirmək istəyən Fərəc Quliyevə 9 oktyabrda səs verməksə, biz öz düşüncəmizi hakimiyyətə gətirmək və Azərbaycanda öz istədiklərimizə nail ola bilərik. Əlavə olaraq onu qeyd edeyim ki, bugün Sumqayıtda prezidentliyə namizəd Fərəc Quliyevin seçicilərlə izdihamlı bir görüşü keçirilmişdi. O görüşdə iştirak edən bütün vətəndaşlara, bütün seçicilər partiyamız və Fərəc Quliyev adından bir daha təşəkkürümüzü çatdırırıq. Növbəti görüşümüz Bakıda olacaq. Həmin görüşdə də millətçi ideologiyanın daşıyıcılarını, o cümlədən bizim qoyduğumuz proqramı bəyənən, dəstəkləyən insanları Fərəc Quliyevlə canlı ünsiyyətdə bu fikirlərini eşitməyə çağırırıq. Diqqətiniz üçün təşəkkür edirəm. Gecəniz xeyrə qalsın, sağ olun. Prezidentliyə namizəd Fərəc Quliyevə də ayrılan efir vaxtı başa çatdı. Sırada isə qeydə alınmış prezidentliyə namizəd Sərdar Məmmədovun səlahiyyətli nümayəndəsi Vaqif Şirinovdur. Buyurun, Vaqif bəy. Axşamınız xeyir, dəyərli seçicilər. 5 iyun 2022-ci il 9 saat 30 dəqiqədə Bakı Cümhuriyyət Halk Cümhuriyyəti Prezidentinin 2 nəfər müsahibinin icra olunması, 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 2 nəfər müsah
Mən də burada iştirak edən dostlarımız kimi öz rəhbərimin salamlarını sizə yetirirəm və bildirirəm ki, hər bir prezidentliyə namizədin konsepsiyaları olduğu kimi bizim sədrində bir çox sahələr üzrə konsepsiyaları işlənib hazırlanmışdır. Həmin konsepsiyalardan birinin bəzi tezislərini sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Tarixə milli baxış konsepsiyası adlanır bu konsepsiya. Azərbaycan dövlətinin strateji hədəfləri Azərbaycanda dövlətçiliyin geri dönməzliyinə nail olunması, Azərbaycan xalqının bütövlüyünün təmin edilməsi, Azərbaycanın itirilmiş tarixi torpaqlarının qaytarılması, Azərbaycan dövlətinin bölgəsəl gücə çevrilməsi, dünya Azərbaycanlıların haqlarının müdafiə edilməsi və Azərbaycan dövləti ətrafında birləşdirilməsi, Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarılması, müasir dövrdə qarşımıza qoyulmuş vəzifələri yerinə yetirmək üçün keçmişimizdən elə milli hərəkətliyimizi yaddaşa almalıyıq ki, həmin hərəkətliyin yeni dövrdə təkrarlanması bizə bu vəzifələrin yerinə yetirilməsinə imkan versin. Bunun üçün tariximizə milli baxış formalaşdırılmalıdır. Azərbaycanın tarixində iki baxış mövcuddur. Bu baxışdan biri Fars baxışı adlanır və bunun haqqında mən sizə məlumat vermək istəyirəm. Bu baxışa görə Azərbaycan türkləri farslardan dönmə, mədəniyyət və intellektual səviyyəsinə görə farslardan geri qalan, öz dövlətçiliyi və müstəqil dəyərlər sistemi olmayan etnik törəmədir. Bunu təsdiq etmək üçün farslar Azərbaycan tarixini təhrif etmiş, tarixi sübutları məhv etmiş, tariximizi, mədəniyyətimizi farslaşdırmış, geopolitik və dini əlaqələrdən istifadə edərək faktiki olaraq bizim milli kimliyimizi özümüzə unutturmağa cəhd etmişdir. Bu istiqamətə Azərbaycan türklərinin körkəmli şəxsiyyətləri fars əsilli insanlar kimi təbliğ edilmiş, Azərbaycan türklərinin yaratdığı imperiyalar, dövlətlər farslaşdırılmış, Azərbaycan türkünün sivilizasiyasının bütün nümunələrini məhv etməyə çalışmışdır. İkinci baxış bizim fikrimizcə Rus baxışı adlanır. Bu baxışa görə Azərbaycanlıların aborigenliyi inkar edilmiş, Azərbaycanlılar tarixi torpaqlarından Ermənistan, Gürcüstan ərazilərinə qatılmış, ərazilərdən köçürülmüş, Azərbaycanı işğal etməkləri, Azərbaycanda yaratdıkları separatist hərəkətlər xalqımızın azadlığı kimi təbliğ edilmiş, milli mədəniyyətimiz Rus mədəniyyəti ilə müqayisədə aşağılanmış, Azərbaycan siyasi tarixi saxtalaşdırılmış, Azərbaycan xalqını digər etnoslar arasında assimilyasiyaya məruz qoymuş, xalqımızda milli azadlıq kompleksi formalaşdırılmış, xalqa yanlış milli ideallar təbliğ edilmiş, tarixi şəxsiyyətlərimizə qarşı xalqda düşmən mövqeyi formalaşdırılmışdır. Azərbaycanın tarixi torpaqları Ermənistan, Gürcüstan və Dağıstan sərhədlərinə daxil edilmişdir. Farslar, İngilislər və Fransızlarla Azərbaycan dövlətçiliyinin bir daha baş qaldırmaması şərti ilə məhv edilməsi üçün beynəlxalq sazişə girmişlər. Nəticədə Azərbaycanı parçalamış, Azərbaycan xalqının azadlıq hərəkatları, müstəqillik və birləşmə cəhdləri qan içində boğulmuş, xalqımıza qarşı sosial, iqtisadi və etnik genosid siyasəti aparılmışdır. Hər iki baxışın tərəfdarları öz təbliğatçılarını, ideologlarını, nəzəriyyətçilərini Azərbaycan xalqının nümayəndələrindən seçmiş, məhz onların köməyi ilə Azərbaycanlı milli kimliyi unutturmağa çalışmışdır. Hörmətli seçicilər, elə bu an rəhmətli İsmail Şıxlığını xatırlamamaq olarmı? Mən saxlayıram. Sırada qeydə alınmış prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Sevda Əliyevadır. Buyurun Sevda xanım. Axşamınız xeyir, hörmətli dinləyicilər, əziz həmyaşıdlarım. Mən prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsiyəm. Bugünə qədər ictimai televiziya və radioda namizədlərin, onların vəkillərinin debatlarını diqqətlə izləmişəm. Namizədlərin əksəriyyətləri çıxışlarında öz keçmiş fəaliyyətini şişirtmək, özünü tərifləmək, boş-boş vədlər vermək, ən yaxşı halda isə təkliflər irəli sürməklə məşğuldular. Bəziləri isə biri-birini təhqir etmək, yalan, şər, böhtanla şou yaratmaq yolunu seçiblər. Elə bil Azərbaycanda seçkilər ona görə keçilir ki, cəmiyyətdə qarşıdurma yaransın. Namizədliyi 40 min seçici tərəfindən müdafiə edilən şəxslər bir şou yaratsınlar. Onsuz da bəzi televiziyalarda belə biabırçı şoular xalqın səbir kasasını doldurub. Əziz həmyaşıdlarım, biz gənclər bu əmin və dayılardan nə öyrənəcəyik? Hələlik bu qədər.
Sırada qeydə alınmış prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili Yaşar Kələntərovdur. Buyurun Yaşar bəy. Axşamınız xeyir əziz həmvətənlər. Mən də prezidentliyə namizəd Qüdrət Həsənquliyev adından bütün seçiciləri salamlayıram. Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikası prezidentinin seçiləcəyi günlər bizi qısa bir zaman ayırır. Və şübhəsiz ki, indi daha məsuliyyətli və seçimimizi müəyyənləşdirəcək bir dövr başlayır. Bugün siyasi, iqtisadi, sosial həyatımızın bütün sahələrində, o cümlədən mənəviyyat məsələlərində hamımızı narahat edən, çətinliklə üz-üzə qoyan, xalqımızın, dövlətimizin sabah üçün düşünməyə vadar edən ciddi problemlər qalmaqdadır. Şübhəsiz ki, ölkədə aparılan islahatlar və iqtisadi inkişafın sürəti Azərbaycan xalqının elmi, mənəvi və intellektual potensialına tam cavab vermir. Azərbaycan dövlət müstəqilliyinin qazanılmasından 22 ilə yaxın bir müddət keçsə də, dövlət quruculuğu sahəsində bir sıra mühüm, əhəmiyyətli addımların atılmasına baxmayaraq bir çox problemlərimizin köklü həllinə nail ola bilməmişik. Dağlıq Qarabağ problemi, beynəlxalq təşkilatların və regionda marağı olan dövlətlərin ikili standartlarından yanaşması, hakimiyyətin problemin həlli istiqamətindəki səylərinin arzu olunmaz nəticələr verməsi, aqressiv müxalifətin dövlət maraqları ilə bağlı məsələlərdə konstruktiv mövqe nümayiş etdirməməsi, hakimiyyət etirazlarının və ifrat siyasi iddiaların ümumilli maraqları üstələməsi, siyasi mübarizənin şəxsi düşmənçilik səviyyəsində çatdırılması, ərazi bütövlüyümüzün təmin olunmasına, dövlətimizin inkişafına mane olan başlıca amillərdir. İqtidar müxalifət daxili münasibətlərin sivil siyasi rəqabətdən daha çox şəxsi düşmənçilik və qarşılıqlı iddiamlar müstəvisində qurulması ölkədə vətəndaş cəmiyyətin formalaşmasına, demokratik inkişaf perspektivlərinə, cəmiyyətin mənəvi psixoloji durumunun sağlamlaşmasına ciddi zərbə vurur. Öz maddi və siyasi maraqlarını dövlətçilik və milli maraqlardan üstün tutan bir sıra partiyaların liderləri təəssüf ki, beynəlxalq təşkilatların Azərbaycanı öz maraqlarından asılı duruma salmaq istəyən dövlətlərin sifarişlərinin icrasına çevriliblər. Bizim milli faciəmizin kökündə prinsipsiz və mövqesiz siyasətçilərin çox asanlıqla reabilitasiya olunaraq ictimaiyyətdə milli demokratik qüvvələr adı altında təqdim olunmalarında dayanır. Maraqlıdır. QS danışıqları zamanı xarici ölkə səfirliklərinin tapşırığı ilə Qarabağa həsr olunmuş mitingi təxirə salanlar hərbi xərcləri neçə dəfə artıracaq və işğal altında olan torpaqlarımızı necə azad edəcəklər? Hörmətli seçicilər, mən Qüdrət Həsənquliyevin platformasının əsas istiqamətlərindən bir neçə istiqaməti sizin diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanın ikiyə bölünməsinin nümayiş etdirilməsi, tarixi ədalətin bərpası və bir millət kimi bütövlüyümüzün ifadə olunması üçün Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılması, 2015-ci ildə keçiriləcək parlament seçkilərində tam proporsional seçki sisteminin tətbiqi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində diplomatik fəaliyyətin genişləndirilməsi, orduya dövlət və ictimai nəzarətin gücləndirilməsi, neft fondunda toplanan vəsaitin 80%-nin müdafiə sənayesinin inkişafına və ölkənin etibarlı müdafiə qabiliyyətinin gücləndirilməsinə yönləndirilməsi, işğal olmuş ərazilərimizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə əsasən qeyri-şərtsiz azad olunması üçün Ermənistana bir il vaxt verilməsi, ən gezi 2015-ci ildə Dağlıq Qarabağda daxil olmaqla Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərimizin üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması, Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın haqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasının təmin edilməsi.
Seçki gününə qısa bir zaman qalır. Bu müddət ərzində ölkəni xaos, vətəndaş qarşıdurmasına yönətmək istəyən şəxsi maraqlarının təmin olunması müqabilində Dağlıq Qarabağ problemini 10 illər boyu danışıqlar masası arxasında həll olunmasına razılıq verən, xaricdən idarə olunan siyasi qüvvələrlə yalnız Azərbaycan xalqının iradəsinə söykənən vətənpərvər insanlar arasında seçim etmək sizin ixtiyarınızdadır. Ümid edirik ki, siyasi şoular heç bir məntiqə söykənməyən pafoslu çıxışlar, yalan vədlərin təsiri altında emosional qərarlar qəbul etməyəcək, Azərbaycanın ərazi bütövlüyünü, xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutan milli vətənpərvər qüvvələrin təmsillərinə Bütün Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyevə səs verəcəksiniz. Saxlayın. Sırada qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Erkin Qədirlidir. Buyurun Erkin bəy. Axşamınız xeyir, dəyərli dinləyicilər və seçicilər. Eyni zamanda rəqib namizədlərin nümayəndələrini də salamlayıram. Axşamınız xeyir olsun. Mən burada Cəmil Həsənlini təmsil edirəm, onun adından danışıram və mən də fürsətdən istifadə edib Cəmil Həsənlinin seçicilərə salamlarını çatdırıram. Əziz dinləyicilər, Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlətdir. Bu, böyük tarixi nailiyyətdir. Azərbaycanın bu 20 il ərzində digər köçmüş Sovet ölkələrindən fərqli olaraq çox mürəkkəb bir yol keçib, səbəbləri məlumdur, müharibə, işğal, qaçqınlar, dağılmış iqtisadiyyat. Ona görə Azərbaycanın bugünkü vəziyyətinin, daxili siyasi vəziyyətinin əlbəttə ki, obyektiv səbəbləri var. Və o obyektiv səbəblərin içində kimin daha çox səhv buraxdığını, kimin daha az səhv buraxdığını da axtarmaq olar, amma zaman azdır bunun üçün. Cəmil Həsənli barışdırıcı bir namizəddir. Cəmil Həsənli prezidentliyə ona görə iddia edir ki, cəmiyyətdə milli bir barış yaransın. Artıq siyasi qüvvələr bir-birini təhqir etməsin, bir-birini söyməsin, qarşı durma mədəni bir müstəviyə keçsin. Azərbaycanın bugünkü fürsətləri getdikcə artır, bu doğru. Bunun həm iqtidarın payına düşən deməli uğurları var, həm millətin payına düşən uğurları var, həm bizdən asılı olmayan səbəbləri var. Amma eyni zamanda, xüsusilə mən vurğulamaq istəyirəm, Azərbaycanın baxın, əhalisi artır, iqtisadiyyatı artır, ordusunun qüdrəti artır, gənclərin potensialı artır. Bu artımın içində bizim millət olaraq çəkimiz nə qədərdir? Yəni biz bu artım üçün nə edirik? Qarşıda duran tarixi vəzifələr üçün hansı çalışmalarda bulunuruq? Əsas vəzifə budur. Və bugün o tarixi vəzifələr baxımından Azərbaycanın hazırki siyasi sistemi nə durumdadır? Biz hara gedirik? Necə olacaq? Və bütün bu sualların cavabını vermək üçün Azərbaycanda mütləq mədəni dəyişik olmalıdır. Azərbaycanda mütləq siyasi açılım olmalıdır. Azərbaycanda mütləq demokratik seçki olmalıdır ki, bütün bu Azərbaycanın digər mədəni ölkələrdə olduğu kimi sahibkarlığı, mediası, məhkəməsi, digər namizədlərin qaldırdığı bütün haqlı məsələlər öz yerinə otursun. Biz iddia edirik ki, bunun üçün ən münasib namizəd Cəmil Həsənlidir. Davam edir. Sırada qeydə alınmış prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi Elşad Mürbəşiroğludur. Buyurun. Əziz seçicilər, Zahid Orucun seçki platformasında xüsusi vurğulanır ki, hazırki xarici siyasi strategiya alternativsiz bir strategiyadır. Çünki bu strategiyanın konturlarına, istiqamətlərinə biz nəzər saldıqda görürük ki, bu bir mənalı olaraq Azərbaycan xalqının maraqları üzərində qurulmuş bir strategiyadır. Azərbaycanın hər tərəfli inkişafına və xüsusilə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş bir strategiyadır. Təbii ki, hər bir məqamda çatışmazlıqları görmək olar. Bunların aradan qaldırılması üçün ideyalarla da çıxış etmək olar. Məhz bizim məqsədimiz bu ideyaları qabardaraq, bu ideyaları təqdim edərək xarici siyasətimizin daha da keçərli olmasını
təmin etməkdən ibarətdir. Bayaq qeyd etdim ki, Azərbaycanda xaosun hökm sürdüyü bir zaman var idi. Həmin zamanda xarici siyasəti təbii ki, formalaşdırmaq mümkün olmayacaqdı. Azərbaycanda çox unikal bir strategiya həyata keçirildi. Birinci, ölkənin daxili siyasi sabitliyi təmin edildi. Daxili siyasi sabitlik iqtisadi tərəqqini şərtləndirdi. İqtisadi tərəqqi bizə ordumuzu gücləndirməyə yardım etdi. Güclü ordu olduğu halda təbii ki, keçərli diplomatiya olacaqdır. Bu günləri Azərbaycanın ordusu günbəgün güclənməkdədir. Bu günləri Azərbaycan regionun təhlükəsizlik qarantıdır, regionun güc mərkəzidir. Təbii ki, diplomatiyanın arxasında belə potensial dayandıqda bu diplomatiya həmişə qalibiyyətli diplomatiya olacaqdır və beynəlxalq münasibətlər sistemində Azərbaycanın öz bugünkü layiqli yerini tutmasını şərtləndirəcəkdir və bu da baş verdi. Xatırladım ki, dünənki gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sədrliyə başlamışdır. Bu tarixi bir andır və bugünkü fürsətdən istifadə edib bu an münasibəti ilə mən xalqımızı təbrik edirəm. Bu Azərbaycan xarici siyasətinin bir daha məğlubiyyətsiz siyasət olduğunun əyani sübutudur. Davam edəcəm. Sırada qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzovdur. Buyurun. Əziz seçicilər, biz ölkədə həyata keçirilən islahatların davam olunmasını istəyirik, daha da inkişaf etməsini istəyirik. Burada qeyd olundu məhkəmə hüquq sistemi ilə əlaqədar, məhkəmə hüquq sistemi ilə əlaqədar bilirsiniz ki, Avropa Şurası ilə birlikdə böyük islahatlar gedir. Azərbaycan yeganə ölkələrdən, postsovet məkanında az-az ölkələrdəndir ki, ilk torpaq islahatını həyata keçirdi və Azərbaycanda çox uğurla bu proses davam edir. Azərbaycanda hüquqi islahatlar, digər demokratik təsisatların olması islahatları var, bu davam olunacaqdır. Çox az-az ölkələrdəndir ki, bugün Azərbaycanda çap olunan qəzetlərin borcları dövlət büdcəsi tərəfindən ödənilir, bağlanılır. Jurnalistlərə mənzillər tikilir, təqdim olunur. Yəni, Amerika Birləşmiş Ştatlarında mən belə hallara rast gəlməmişəm. Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdirilir. Qeyri-hökumət təşkilatları dövlət büdcəsindən maliyyələşdirilir. Və bu sistem, siyasi sistemin daha da geniş şəkildə islahatların aparılması tədqirə layiqdir. Və ancaq bizdə bir anlam var ki, müxalifətçilik odur ki, iqtidarın layihələrinə alternativ təkliflərin verilməsi, iqtidarın görmədiyi sahələri deyilməsi. Bəzi adamlar bizdə müxalifətçiliyi düşmənçilik kimi nəzərdə tutur və bu addımı atır. Burada qeyd olundu. Biz də təsəvvür eləyə bilərdik ki, Cəmil Həsənli namizəd olduqda ümumi birləşdirici, təbii ki, birləşdirici də o bir qrupun birləşdiricisidir. Lakin Cəmil Həsənli namizəd olduqdan sonra tamamilə başqa bir insana çevrilərək düşmənçiliyin daha da dərinləşməsinə xidmət göstərən bir insana çevrildi. Və ətrafındakı insanlar kənara çəkilib, onu qızışdırıb ortaya salıb və onun bildiyi, bilmədiyi məsələləri ortaya qoyub dövlət idarəçilikdən azdan çoxdan başı çıxan adamlar bilir ki, dövlət idarəçiliyi özdə Azərbaycan kimi bir ölkədə hər tərəfdən əhatə olan iri dövlətlər, hər bir dövlətin özünün təzyiq metodları olan bir yerdə hər bir siyasət aparılması addım-addım, qarış-qarış ölçülüb, biçilib həyata keçirilir. Bu baxımdan da Azərbaycan istər xarici siyasətdə, istər daxili siyasətdə çox böyük uğurlar əldə edibdir və bu uğurlar davam olunur. Sırada qeydə alınmış prezidentliyə namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimovdur. Buyurun, Mütəllim. Təşəkkür edirəm. Hörmətli seçicilər, yəqin ki, qruplaşdırsaq bir çox prezidentliyə namizədlər gözəl və bəlağətli ifadələrdən istifadə edərək yaxşı vədlər verdiyinə görə mükafatlandırıla bilər. Amma bunun nə qədər real və absurd olması da göz qabağındadır. İkinci qrup isə hesab edirəm ki, öz gücünə, qüdrətinə, təcrübəsinə istinad eləyərək Azərbaycan dövlətində və cəmiyyətində mövcud olan problemlərin aradan qaldırılması istiqamətindəki təklifləri ilə fərqlənir. Təbii ki, biz ikincinin tərkibindəyik və bu istiqamətdə işimizi qurmaq fikrindəyik. Fikir versəz, yalnız indiki prezident İlham Əliyevin Azərbaycanda az-çox gördüyü işləri qeyd eləmək olar və
mənim təmsil elədiyim prezidentliyə namizəd hüquq elmləri doktoru İlyas İsmayılovun vaxtilə mühüm dövlət postlarında gördüyü bir çox məsələləri bugün də alın açıqlığı ilə cəmiyyətə çatdırmaq mümkündür. Mən bunu ona görə qeyd edirəm ki, Ədalət Partiyasının və İlyas İsmayılovun adından sizə deyilənlərin, hər bir cümlənin, deyilən hər bir vədin arxasında böyük bir proqram və konsepsiya durur. Azərbaycan dövlətinin hüquqi dövlət olaraq inkişaf elətdirilməsi İlyas İsmayılovun yazdığı hüquqi dövlət kitabında əksini tapıb. Bu konseptual bir proqramdır. Bu dövlətin inkişafının bütün tərəflərini və bütün atributlarını özündə əks etdirən bitkin bir fikirdən ibarətdir. Və təbii ki, Ədalət Partiyası quracağı dövlətlə, demokratik hüquqi dövlətlə bağlı fikirlərini havadan götürmür, mühüm dünya təcrübələrinə əsaslanır və hesab edirəm ki, İlyas müəllimin təcrübəsində də indiyə qədər gördüyü işlərdə də bunları qeyd etmək olar və biz alın açıqlığı ilə deyə bilərik ki, vaxtı ilə Özbəkistan variantının Azərbaycanda baş tutmamasının əsas səbəbkarı İlyas İsmayılov olub. İlyas İsmayılov Azərbaycanda minlərlə ailəni başsız qalmaqdan xilas edib. İlyas İsmayılov Azərbaycanda kütləvi həbslərin qarşısını alıb və bu da öz gücü olaraq bu insanların qarşısına çıxıb. Hansı ki, imperiyadan Azərbaycana qarşı bir istila gəlirdi. Davam edəcəm. Sırada qeydə alınmış prezidentliyə namizəd Sərdar Məmmədovun səlahiyyətli nümayəndəsi Vaqif Şirinovdur. Buyurun. Mən, hörmətli seçicilər, sizə deməli fars və rus baxışları haqqında məlumat verdim. İndi də milli baxış haqqında öz fikrimi bildirmək istəyirəm. Bizim konsepsiyanın müddəaları üzrə. Xalqımızın qarşısında duran tarixi vəzifələri yerinə yetirmək üçün tələb edilən tarixi şuurun formalaşdırılması yalnız öz tariximizə müstəqil milli baxışla mümkündür. Milli baxışın istiqamətləri: birinci, rusların və farsların formalaşdırdığı sosial kodlardan imtina edilməklə yeni müstəqil milli kodlarla Azərbaycan xalqının sosial kodlaşdırılmasının yeniləşdirilməsi. İkinci, Azərbaycanın tarixi şəxsiyyətlərin hərəkətliyinin milli dövlətçilik mövqeyindən yenidən dəyərləndirilməsi. Üçüncü, siyasi və dövlətçilik tarixinin bərpa olunması, xalqımızın tarixi hərəkətliyini öyrənilməsi və yeni dövrdə davam etdirilməsi. Azərbaycanlılarda milli sosial kimlik şuurunun formalaşdırılması, milli özünü dərkin dərinləşdirilməsi, xalqda dövlətçilik şuurunun formalaşdırılması, dövlətçilik hissinin gücləndirilməsi ilə tarixi yaratmaq hərəkətliyinin stimullaşdırılması, tarixi idealların işlərinin müasir dövrdə davam etdirilməsi. Saxlayıram sonra. Sırada qeydə alınmış prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Sevda Əliyevadır. Buyurun Sevda xanım. Hörmətli həmyaşıdlarım, artıq qloballaşan dünyamızda insanın sosial problemləri ön planda olmalıdır. Yoxsa bu dünya insan kapitalı çatışmazlığı ilə üzləşəcək. Azərbaycan Sosial Demokrat Partiyasının prezident seçkilərində namizədi Araz Əlizadənin proqramında da məhz insan, onun güzaranı, yaşama hüququ, təhsili, sağlamlığı, işlə təmin olunması ön planda durur. Hörmətli həmyaşıdlarım, təmsil etdiyim namizədin seçki platformasında anaların hüququ və mənəvi haqqının təmin olunması, müəllimlərin problemlərinin tam həll edilməsi, hərbiçilərin imtiyazlarının yerinə yetirilməsi ona görə ön plana çəkilib ki, ölkəmiz daha güclü, daha qüdrətli olsun, savadlı gənclər yetişsin, peşəkar hərbiçilərimiz olsun. Məhz analar, məhz müəllimlər, məhz hərbiçilər Azərbaycanımızın xoşbəxt gələcəyi naminə xidmət edən insanlardır. Mən demirəm ki, digər namizədlərin irəli sürdükləri təkliflərdə bu mühüm məqamlara toxunulmur. Ancaq məsələ problemləri sadalamaqla bitmir. Problemlərin həlli yollarını tapmaq və onları yerinə yetirmək üçün bütün resursların istifadə olunması prinsipləri olmalıdır. Hörmətli həmyaşıdlarım, əziz bacı və qardaşlarım, biz biri-birimizin ünvanına qərəzli sözlər, şər böhtan söyləməklə, biri-birimizi təhqir etməklə hansı ümumi vətən anlayışından danışa bilərik? Ağa qara, doğruya yalan deməklə hansı milli birlikdən söhbət etmək olar? Hər bir dövlətin bayrağı, himni, gerbi, eləcə də prezidenti toxunulmazdır. Biz isə bu tribunadan bəzi namizədlərin dilində prezidentin ünvanına şər, böhtan, uydurulmuş yalanlar eşidirik. Mənim təhqir deməyə belə dilim gəlmir. Politologiya elmində hər hansı bir rəsmi məlumatın
3 rəsmi mənbədən təsdiq olunmaması yanlış məlumat sayılır. Biz gənclərə belə yalanlar tövsiyə edənlərin Azərbaycan mənim vətənimdir belə deməyə haqqı yoxdur. Öz gələcəyinə yalnız düşmənçilik, ara qarışdırma öyrədən bu şəxslər görəsən kimlərə xidmət edirlər? Bu şəxslər mənə elə gəlir ki, düşmən dəyirmanına bilərəkdən su tökürlər. Əziz həmyaşıdlarım, bizim gücümüz birliyimizdədir. Hansı partiyanın və ya təşkilatın üzvü olmağımıza baxmayaraq, hansı ideologiyanı seçdiyimizdən asılı olmayaraq, ümumi Azərbaycan anlayışında eyni fikrin, bura bizim vətənimizdir, fikrinin daşıyıcıları olmalıyıq. Azərbaycanın müstəqilliyini, ərazilərimizin bütövlüyünü düşünməliyik. Ümumi vətən naminə daxilimizdəki məni atmaq, biz olmaz zamanı çoxdan çatıb. Bu məsələdə bizə dost olan qonşu dövlətlərin gənclərindən belə təəssüf ki, xeyli geridə qalmışıq. Ancaq ibrətamiz bir el məsələmiz var, ziyanın yarısından da qayıtmaq xeyirdir. Hələlik bu qədər. Sırada qeydə alınmış prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili Yaşar Kələntərovdur. Yaşar bəy, cəmi 8 saniyə vaxtınız qalıb, buyurun. Çox sağ olun. Demək, ayın 7-sində Qüdrət Həsənquliyevin seçicilərlə görüş mitingi. Prezidentliyə namizəd Qüdrət Həsənquliyevə ayrılan efir vaxtı başa çatdı. Sırada isə qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Erkin Qədirlidir. Buyurun. Dəyərli seyircilər, siyasət şəxslər arası münasibətlər deyil ki, burada kimin kimdən inciməsi, kimin kimi təhqir etməsi, kimin yaxşı, kimin pis olmasını vurğulayaq və yaxud bunu müzakirə edək. Siyasətdə təsisatlar olmalıdır, qaydalar olmalıdır. O qaydalar açıqdırsa, açıq da proses olacaq. O açıq prosesdə hər kəs özünü sınaya biləcək. Seçicilərin gözü qarşısında bu proses keçəcək. Seçicilər bəyənmədiklərini əgər bundan öncə seçmişdilərsə, gələn dəfə seçməyəcəklər. Azərbaycanın qarşısında duran əsas vəzifə budur ki, bu prosesi başladaq, bu prosesi açaq ki, Azərbaycan xalqı gerçəkdən bələdiyyəsindən tutmuş prezidentinə qədər istədiyi adamı seçsin, bəyənmədiyi halda bir başqasını seçə bilsin və bu hökuməti dinc yoluna dəyişə bilsin. Əsas vəzifə budur. Biz indi respublika adlanırıq, amma respublika təsisatlarının heç birisi dürüst çalışmır. Nə prezidentlik təsisatı, nə parlament təsisatı, nə məhkəmələr, sahibkarlıq, mediası, akademik çevrəsi, bütün bu təsisatlar sözdə var, qanunda var, qanunların da bir xeylisi doğrudan da yaxşıdır, amma təcrübə yoxdur. Təcrübə də yoxdur, çünki təsisat yoxdur. Əsas vəzifə, qarşıda duran əsas vəzifə, şəxsləri dəyişmək, şəxslər arası dəyişmək, adamların kiminsə pis və ya yaxşı olması deyil. Əsas vəzifə prosesi başlatmaqdır, siyasi ortamı açmaqdır, təsisatları yaratmaqdır. Davam edəcəm. Sırada qeydə alınmış prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi Elşad Mürbəşiroğlu. Buyurun Elşad bəy. Əziz seçicilər, BMT-nin 193 üzvü vardır və 155 dövlətin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə hə deməsi, siz təsəvvür edin ki, nə qədər böyük bir hadisədir. Bu o deməkdir ki, bu 155 ölkə Azərbaycanı dost kimi qəbul edir. Bu o deməkdir ki, bu 155 ölkə Azərbaycanı çox etibarlı, çox güvənilən bir tərəf kimi qəbul edir. Azərbaycan beynəlxalq proseslərdə fəal iştirak etməkdədir. Eyni zamanda Azərbaycan bu günləri qlobal problemlərin həllində yaxından iştirak etməkdədir. Azərbaycan dövlətinin gerçəkləşdirdiyi xarici siyasi strategiyanın ana xəttini təbii ki, ölkənin ərazi bütövlüyünün təmin olunması təşkil edir. Mən hesab edirəm ki, bu günləri işğal altında Dağlıq Qarabağ torpaqları faktiki ermənilərin əlində olsa da, ermənilər tərəfindən artıq bu itirilmiş torpaqlardır. Çünki Azərbaycanın yeritdiyi məntiqli xarici siyasət öz hədəfinə vurmaqdadır. Gec-tez Ermənistan artıq dəfələrlə bunu erməni tərəfindən də etiraf edirlər ki, Azərbaycanın qarşısında kapitulyasiya edəcəkdir. Ermənistan bu günləri regionda təklənifdir. Bu da Azərbaycan xarici siyasətinin bir uğurudur. Bu günləri dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini görür. Bu yaxınlarda Böyük Britaniyanın Total Politics çox məşhur bir jurnalı mövcuddur. Total Politics jurnalında Azərbaycan haqqında böyük bir məqalə getmişdir. Həmin məqalədə göstərilir ki, Azərbaycanda hər tərəfli inkişaf mövcuddur. Bu günləri Azərbaycan dünya dövlətləri üçün çox etibarlı bir subyektə çevrilmişdir və dünya dövlətlərinin böyük əksəriyyəti beynəlxalq problemlərin həllində Azərbaycana güvənirlər və konkret olaraq Avropa enerji təhlükəsizliyinin təmin olunmasında ilk
güvəndiyi dövlət Azərbaycandır. Eyni zamanda Total Politics jurnalı xüsusi olaraq qeyd edir ki, bu günləri Azərbaycanın hər bir vətəndaşı ölkəsi ilə qürur duyur və Azərbaycan əhalisinin 80%-i bugünkü hakimiyyəti dəstəkləyir. Bu bizim yaydığımız informasiya deyil, bunu tapıb tanış ola bilərsiniz. Bu beynəlxalq ictimai bir rəydir. Bundan başqa bu yaxınlarda Polşanın Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu da oxşar hesabat yayılır. Prezidentliyə namizəd Zahid Oruca da ayrılan efir vaxt başa çatdı. Sırada qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzovdur. Hörmətli seçicilər, bəzən biz 300 illik, 500 illik dövlətçilik tarixi olan ölkələrlə özümüzü müqayisə edirik. Hərdən gətirdiyimiz misallar da istər iqtisadi baxımından, istər hüquqi baxımından, istər digər idarəçilik sistemi baxımından müqayisə aparırıq. Azərbaycanın keçdiyi yol cəmisi 20 ildən biraz artıqdır ki, müstəqillik yoludur. Və bu müstəqillikdə həm müharibə, həm vətəndaş müharibəsindən keçib Azərbaycan, həm Azərbaycanda müxtəlif Azərbaycanı parçalamaq cəhdləri olan insanlar olub və ayrı-ayrı məsələlər ortada olub. Azərbaycan digər ölkələrin 100 ilə keçdiyi yolu bu 20 ildə keçibdir və bu təsisatlar Azərbaycanda var. İstər parlament təsisatı, istər bələdiyyə təsisatı. Təbii ki, obyektiv, subyektiv səbəblərdən onların daxilində problemlər ola bilər. Amma ümumilikdə Azərbaycan bir hüquqi dövlətdir. Mən bir çox dövlətlərdə seçki təcrübəsində də olmuşam, müşahidəçi kimi də iştirak etmişəm. Bizə əhatə edən dövlətlərdə, postsovet ölkəsində və o cümlədən Şərqi Avropanın bir çox ölkələrindən Azərbaycanda həmişə azad, ədalətli, demokratik seçkilər keçirilibdir. İndi hansı dövlətin buna, hansı qurumun buna yanaşması necə olubdur? O tamam başqa məsələnin mövzusudur ki, tutalım ki, ATƏT Ermənistanda keçirilən seçkilərə tamam bir başqa qiymət verir, hansı ki, Azərbaycandan 5 dəfə aşağı səviyyədə keçirilir, Azərbaycana başqa yanaşmasıdır. Bunun da səbəbləri bəllidir və bu səbəblərə görə də onlar istər-istəməz Azərbaycanda hansı cür demokratik azad seçki keçirirsən keçir, bir nöqsan axtarmağa çalışacaqlar hələ də. Sırada qeyd alınmış prezidentliyə namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimovdur. Mütəllim bəy, cəmi 42 saniyəniz var, buyurun. Təşəkkür edirəm. Hörmətli seçicilər, bizim anlamımıza görə vətən vətəndaşlıqdan başlayır. Və Azərbaycan Konstitusiyasında da qeyd olunub ki, Azərbaycan vətəndaşından törəyən və yaxud da Azərbaycanda doğulan hər bir şəxs Azərbaycan vətəndaşı ola bilər. İndi məsələ burasındadır ki, Azərbaycanda mövcud olan çox ciddi sosial-iqtisadi problemlər nəticəsində bir çox Azərbaycanlılar dünyanın müxtəlif ölkələrinə səpələniblər. Və onlar yaxşı gündən xaricə mühacirət eləməyiblər. Bunlar problemini bu ölkədə həll eləyə bilmədiklərinə gediblər. Ona görə də onların Azərbaycana gediş-gəlişini asanlaşdırmaq, Azərbaycanda ictimai-siyasi proseslərdə iştirakını təmin etmək üçün biz onlara ikili vətəndaşlıq verməliyik. Prezidentliyə namizəd İlyas İsmayılova da ayrılan efir vaxtı başa çatır. Sırada isə qeydə alınmış prezidentliyə namizəd Sərdar Məmmədovun səlahiyyətli nümayəndəsi Vaqif Şirinovdur. Cəmi 30 saniyə vaxtınız var, buyurun. Dəyərli seçicilər, bir həftə vaxtımız var. Daha doğrusu bir həftə vaxtınız var. Bu həftə ərzində fikirləşib daha layiqli namizədə səs verməyinizə mən inanıram. Bu baxımdan Azərbaycan Demokrat Partiyasının sədri öz siyasi baxışları ilə seçilən Sərdar Cəlaloğlu'na səs verməyinizə əminəm və sizi Prezidentliyə namizəd Sərdar Məmmədova da ayrılan efir vaxt başa çatdı. Sırada isə qeydə alınmış prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Sevda Əliyevadır. Buyurun. Hörmətli dinləyicilər, bu debatlarda bəzi namizədlər, onların vəkilləri və səlahiyyətli nümayəndələri əmək haqqının yüksəldilməsini, hətta bəziləri birdən-birə 1000 manata çatdırılması ilə bağlı fikirlər söyləyiblər. Bəli, əmək haqqı artırılmalıdır. Lakin bu proses pillə-pillə həyata keçirilməsə, böyük iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər. Yunanistanı misal gətirə bilərəm. Bu dövlətdə bir qədər əvvəl hakimiyyətdə olan qüvvələr də seçkidən öncə minimum əmək haqqının birdən-birə artırılması ilə bağlı vədlər verirdilər. Lakin bugünkü Yunanistanın vəziyyətinə baxın. Ölkə hələ də iqtisadi problemlərin içində boğulur və vəd olunan dirçəliş əvəzinə ölkə ağır iqtisadi böhranla mübarizə aparır. Bir daha təkrar edirəm, əmək haqlarının birdən-birə çox böyük məbləğə çatdırılmasından öncə bütün iqtisadi amillər nəzərə alınmalıdır və yalnız düşünülmüş şəkildə iqtisadi inkişafa doğru addımlar atılmalıdır.
Sırada qeyd alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Erkin Qədirlidir. Buyurun. Dəyərli seçkilər. Azərbaycanın da öz tarixi yolu olub. Biz 2018-ci ildə Cumhuriyyətimizin 100 illiyini qeyd edəsirik. Hansı nailiyyətlərlə gedirik o 2018-ci ilə? 1918-ci ildə bizim Cumhuriyyət yaradılanda Azərbaycan qonşularına ideyalar ixrac edirdi. Türkçülük ideyası buradan getdi Türkiyəyə. O zaman heç Türkiyədə türkçülükdən danışmırdılar. Cumhuriyyət ideyası buradan getdi Türkiyədə. O zaman heç Türkiyədə Cumhuriyyətdən danışmırdılar. Teatr və bir çox digər şeylər, maarifçilik, dünyavilik bu Azərbaycandan getmişdi qonşulara. Biz bugün hansı durumdayıq? Biz hansı ideya ixrac edirik? Biz bugün əksinə 1918-ci ildə əgər Azərbaycanda liberal dəyərlərin hesabına Cumhuriyyət quruldusa, bugün Azərbaycanda liberallıq həqarətlə yanaşır. Əgər Azərbaycan o zaman Avropaya inteqrasiya yolunu seçmişdisə, bugün Azərbaycanı əhalisini Avropa ilə qorxudulur, Avropaya xarici işləyən qüvvələrlə qorxudulur güya. Bu bizim bugünkü mövzumuza baxın. Biz nələri müzakirə edirik? Bizdə müzakirə mədəniyyəti nə səviyyədədir? Biz bunu hansısa xaricdən gətirmək deyilmirik ki, 1918-ci ildə özümüz bunu yaratmışdıq. Bu millət bunu yaratmışdı. Bu millət bunu Cumhuriyyəti qurmuşdu. Və əsas hədəfdə məhz 2018-ci ildə Cumhuriyyət halına gələrək və məhz onu parlament respublikasına çevirərək Azərbaycanı gələcəyə doğru aparmaqdır. Biz iddia edirik ki, bütün bunun necə etmək lazım olduğunu hamıdan yaxşı tarix elmləri doktoru professor Cəmil Həsənli bilir. Sırada qeyd alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novzod. Buyurun. Əziz həmvətənlər, bugün Azərbaycanda Cümhuriyyət ideyaları davam olunur. Bugün Azərbaycan Avro-Atlantik məkanla, Avropa Birliyi ilə, Avropa Parlamenti ən iri layihələri həyata keçirən bir ölkədir. Bugün Azərbaycanda da 5000-dən artıq gənc Avropanın ayrı-ayrı aparıcı universitetlərində, institutlarında dövlət hesabına təhsil alır və Azərbaycana lazım kadrlar kimi qadir. Və təbii ki, Cümhuriyyətin biz taleyini yaşamamağı üçün dövlətimizi möhkəmləndirməli. Azərbaycan müstəqilliyin əldə edəndə ən ağrılı, acılı müstəqillik 15 respublika içərisində Azərbaycana çatdı. Çünki vaxtında səriştəsiz rəhbərlər Azərbaycana elə bir vəziyyət qoydu ki, Azərbaycan çox ağcınacaqlı vəziyyətdə idi, ümummilli lider hakimiyyətə qayıtmasaydı. Və Cümhuriyyət əgər ideyası var idisə, bugün Milli Şurada təmsil olunanlar həmin vaxtda hakimiyyətə gələndə dövlət müstəqilliyi elan olunanda parlamenti respublika elan eləyərdilər. Tələsik prezident seçilməkdən ötərin prezidenti respublikaya keçdilər. Və əgər belə ideya var idisə, bugün onun davamçılığını istəyirdilərsə, vaxtında bu addım atmaq olardı. Sırada qeyd alınmış prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Sevda Əliyevadır. Buyurun Sevda. Əziz həmyaşıdlarım, demokratiyadan ağız doluşlu danışırıq. Amma çoxlarımız bilmirik ki, demokratiya anlayışında seçki hüququ mühüm yer tutur. Ona görə də biz gənclər bütün seçkilərdə öz konstitusiya hüquqlarımızdan istifadə etməli, seçkilərdə fəal olmalı, Azərbaycanın xoşbəxt gələcəyi naminə sözdə deyil, əməldə işdə fəaliyyət göstərə biləcək şəxsə səs verməliyik. Prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi cəmi 38 saniyə vaxtınız qaldı. Buyurun. Dəyərli seçicilər, Azərbaycanın durumu təbii ki, keçmişdə buraxılmış səhvlərlə izah oluna bilər. Amma biz keçmişdə qayıdaraq hər dəfə bir-birimizi bu səhvlərə görə ittiham etməməliyik. Biz gələcəyə baxmalıyıq. Gələcəyə baxmaq üçün təbii ki, keçmişdə edilən səhvləri və təcrübəni nəzərə almaq lazımdır. Amma Azərbaycan keçmişə qayıtmadan tarixi məcrasına düşməlidir. Bu tarixi məcraya düşmək üçün Azərbaycanda mədəni, dinc yolla hökumətin dəyişmə təcrübəsi yaradılmalıdır. Və bunun üçün ən yaxşı yol parlament respublikasına keçiddir. Prezidentliyə namizəd Cəmil Həsənliyə də ayrılan efir vaxtı başa çatdı. Sırada isə prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsidir. Buyurun, cəmi 24 saniyə vaxtınız qaldı. Hörmətli seçicilər, biz müxtəlif pafoslu çıxışlarla sizin qarşınıza gəlməmişik. Biz əməli işlə, fəaliyyətlə gəlmişik ki, hamısı insanların gözü qarşısındadır. Biz deyirik ki, bunu etmişik, bunu edirik və bunu edəcəyik. Və biz olan problemləri görürük, onun həlli çıxış yollarında bilirik. Ona görə də güclü dövlətə və güclü dövlətin prezidenti İlham Əliyevə səs verməyə çağırır. Sizə də ayrılan efir vaxtı başa çatdı. Yalnız bir namizədin efir vaxtı qalır. Prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi. Buyurun, 1 dəqiqə 15 saniyə vaxtınız qalır.
Əziz bacı və qardaşlarım, hörmətli həmyaşıdlarım, öz platformasında ana, müəllim, hərbiçi şüarı ilə hər bir vətəndaşın sosial rifahının yüksəldilməsi üçün çalışacaq Azərbaycan Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadəyə hər birinizi səs verməyə çağırıram. Hörmətli həmyaşıdlar, sizi 9 oktyabr Azərbaycan Respublikasının prezidenti seçkilərində mütləq məntəqələrə gəlib ən layiqli namizədə səs verməyə çağırıram. Azərbaycan Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Araz Məmməd Mübarizoğlu Əlizadəyə səs versəniz yanılmazsınız. Bir daha təkrar edirəm. Platformasında ana, müəllim, hərbiçi şüarı əsas yer tutan Azərbaycan Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadəyə səs verin və səs versəniz yanılmazsınız Araz Əlizadəyə. 10 saniyə vaxtınız qaldı. Araz Əlizadəyə səs verin. Qarşıdakı saniyələrdə sizin vaxtınızdan gedir. Beləcə, bugünkü dəyirmi masamız başa çatdı. Ödənişli əsaslarla növbəti dəyirmi masası sabah saat 19-da İctimai Televiziyada həmkarım Füzuli İsmailovun təqdimatında olacaq. Həftənin 5-ci günü saat 21-də isə biz sizinlə yenidən görüşəcəyik. Sağ olun, salamat qalın. 9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür.